Kaydı aldıq. Mən kayıtları alıram. Bunları YouTube-a yerləşdirməyin bu qədər zülm olduğunu bilmirdim mən. Rəhman müəllimin əvvəldən var deyə YouTube-u. O rahat yerləşdirir. Sizdə artıq şey elətdirmədiniz onu kanalı? Nəyi? Anladım. İkinci hesab təsdiqlətmədi? Yox. İkinci hesab açdım. Təzə, yeni. Ki sırf YouTube üçün. Məndə baxın, əgər hesablarımın, köhnə hesablarımdan biri şifrəsini tapa bilsəm atarım sizə. Təzə açmışam da, yəni birisi biri ilə olmalıdır da, o qədər də yox. İndi bunu prosta burada elətdirəcəm və bu həftə. Nəyə görə deyirəm? Əgər YouTube onu təsdiqlətməyirsə, yenə yarım saatdan çox mən cəzə verməyəcəm. Təzə açmışam amma, təzə denəməmişəm. Hələ sırf təzə açmısınız, ona görə. İndi burada özəl mail vermədilər də, görüm ondan açılacaqmı? Olmasa sizə deyərəm. Çünki YouTube-a o təzə qaydası deyil, mən bir ildir mi var nədir? Əgər təzə açmısınızsa kanalı və kanal təsdiqlənməyibsə, siz orada yarım saatdan çox video ata bilməzsiniz. Əslində mənim ilk 2 videom yarım saatdan azdır. Son dərsimizdəki video yarım saatdan çoxdur. Hətta 15 dəqiqəlik falan icazə verir. Mən məsələn bir də yedek kanal açsam ki, kanalı bağlayır da az qala. Siz də video paylaşırsınız? Video paylaşıram. Yedek kanal açsam, dedik ki, yəni bu çox böyükdür. O zaman yarım saata qədər ata bilərsiniz. Başa düşdüm. Məsələn, YouTube-da ilk vaxtda göndərməyə icazə vermir, postkartlar da vermir. Sırf sadəcə ya da belə video ata bilərsən. O da 15 dəqiqə ya da short videolar. Maraq oldu. O da təzə də qaydalar gətirir. Çünki yapay zeka gəlişdikcə videolar sekvenlərlə düzəldirlər, uzun-uzadı. Məndəki etkiləşim lazımdır onlara. Bir saatı yəni, mən özüm şəxsən bir saatlıq video çıxdım. Baxmırsan. Gəl başa salır ki, biz dərs qoyuruq. 2x, 3x falan qaldırıram. Elə. Bizim nəyə baxır? İndi biz keçən dəfə yadımıza gəlir, moodboard yığmışdıq, tibbə aid. Bizə brief verilmişdi. Gözün də açılsın. Rəvan canlı gələcək yəqin ki və gecikir. Bir şey danışmış. Müəllimə salam, bu gün hansı mənim üzərində işləyəcəyik? Deməli, keçən dərs yox, onun öncəki dərs. Yadınıza gəlir, biz moodboard yığdıq tibb üçün. Hansı ki, dedim, workshop kimi eləyəcəyik. Xatırlayırsınız? Dedim ki, gələn dəfə UI kit yığacağıq. Bir-iki dərs UI kitdə qalacaq, sonra da dizayna keçəcəyik. Brief verilmişdi, hansı ki, güya kimsə bizə brief verib, tibbə aid. Və onun üstündə hazırlayacaqdıq. İndi UI kit hissəsindəyik. Aha, buyurun. Axşamın sözlərinə xanım, bəs demişdiniz ki, hazırladığınız rebrandinglərə baxacaq. Onlara mən özüm birinci fərdə baxmalıyam, bal verəcəm, ondan sonra gələn dərs müzakirə eləyəcək onu. Çox. Bu günləri keçən dərs yox, keçən dərsdə dashboard keçdim axı, dərsə giriş üçün. Onun əvvəlki dərsimizi davam edirik elə bir ki, keçən dərs prosta bizə ek oldu da. Bir dəqiqədə gözləyək, Rəvan gəlməsə başlayaq.
Okey, başlayırıq. Onsuz rekord olur. İnşallah hamısını yerləşdirəndə topluca baxacaqsınız. Okey. Deməli, bizə brief verilmişdi. Hansı ki, bizə briefdə nə deyilirdi? Həkim üçün fərdi bir veb-sayt hazırlayacaq, düzdür? Həmin veb-saytı hazırlayanda bizim keçən dərs elədiyimiz nə idi? Mənə desin İlahə, biz keçən dərs bircə dənəsinin adını çək. Hansı moodboard yığanda hansı saytdan istifadə elədik birinin? Axşamınız xeyir. Axşamınız xeyir. Biz keçən dəfə həm Behance-ə baxdıq, Aha, həm söz Dribbble-a kifayət. baxdıq. Aha, okey, birini deməyə kifayət. Aha, narahat olmayın. Okey, Gülzar desin mənə Behance Dribbble-dan başqa nəyə baxdıq? Hətta qrupda bir nəfər də istəmişdi mənə, onu yazılı da atmışdım, aha. Gülzar, səsimi eşidirsiniz? Deməli, UI 8 var idi. Aha. Başqa nəyəsə baxmışdıq, bəs mən demişdim ki, bu da oradan UI-lar götürə bilərsiniz. Framer da var idi, o yadımdadır. Aha, düzdür. Okey. Davam eləyirik. Bir dəqiqə, yəqin İsmail bəydə qoşulan, aha. Mənim Envato da var idi, siz Envatodan da bəhs etmişdiniz. Aha, bəli, hə, düzdür. Okey. Deməli, moodboardlarımızı bunlardan istifadə və daha başqa saytlardan istifadə edərək yığdıq. Və mən demişdim ki, moodboardları həm şəkil olaraq yığa bilərsiniz, həm də link olaraq yerləşdirməyi sizə izah eləmişdim, düzdür? Linki dedim, hətta kimsə məndən soruşdu ki, linki necə eləyirik, qırmağı filan. Məsəl üçün, linki necə yerləşdiririk? Okey, yadımızdan çıxıbsa baxırıq. Linki tutalım ki, mən, elə gəlin buradan girək də, girdim bu sayta. Açılsa inşallah. Sanki bu saytı götürdüm, kopyaladım, düzdür? Gətirirəm, atıram bura. Command V elədim. Sizdən də Ctrl V. Elədim. Sonra bax burada link nə? Bunu eləyirəm link. Всё. Üstünə klikləyəndə artıq link olur. Başa düşdünüz? Aha. Hemen gelmiş. Hə? Vallahi hə. Okey. Onlayn qoşulanda öncədən bildirin ki, onlayn qoşulacaq Salam. uyğundurmu? Salam. Hamı üçün keçərlidir də. Bu zaman Rəvan axırıncı girdi deyə ümumi dedim. Okey. Deməli Rəvan, keçən dəfə yox, ondan əvvəlki dəfə tibb üçün brief verilmişdi, ha. Onu davam edirik. Evet. Aha. Aha oldu. Okey. Deməli, qayıtdıq yenə əvvəlki. Mən bura moodboardlar yığmışam. Deməli, moodboardlarda fikir verirsiniz, section yığdığım hissələr də var, bütöv şəkildə qoyduğum hissələr də var. Ki, hansı ki, baxmaq istəyirəm, görüm hansı datalar var, nə üçün istifadə edəcəm və s. Aha, hansı hissə olacaq? İndi deməli biz hal-hazırda bunu bildik. Artıq moodboard yığa bilirik. Demişdim ki, UX tərəfə hələ baxmırıq. İndi baxırıq ki, biz nədən başlayırıq? Normalda biz artıq başlayacağıq. Bizə tutalım ki, tipoqrafiya verilir. Tipoqrafiyamız bəlirli olsun nə? Mən burada bir dənə baxın, section açıram. Frame yox. Bax, burada necə eləmişəm? Bir dənə section açıram. Mənə briefdə verilməmişdi, səhv eləmirəmsə, tipoqrafiya. Yox, verilməyib. Ona görə tipoqrafiyamı indi özüm seçirəm ki, mənə görə bura uyğundur Poppins. Özüm üçün qeydlər aparıram hələ ki. Bunda eləyək 48 ki, gözümüz görsün. Və burada diqqət eləməm də autodur, nədir? Prosta mən özüm üçün məlumat kimi qoyuram ki, mənim şriftim artıq Poppinsdir. Всё. Və gəldik rəng paletlərinə. Mən yenə baxıram ki, mənə rəng paleti verilmişdi, səhv eləmirəmsə burada. Mən baxıram, mənə verilən rəng paleti buymuş. Əsas rəngim budur. Götürürəm bunu, kopyalayıram. Və burada bir dənə frame açıram. Ki, mənim ana rəngimi mən burada görüm. Özüm üçün sadəcə belə bilin ki, draft kimi yığıram. Sonra gətirirəm həmin kodu bura kopyalayıram. Deməli, mənim əsas rəngimin bu olması istənib. Mən baxıram ki, doğrudan da yaxşı rəng seçib müştəri. Həqiqətən də tipdə, baxın, yığdığım moodboardlardan çox hissəsi mavidir. Burada versəydi mənə qırmızı, mən onu alternativ başqa rəngdə hazırlayacaqdım.
Amma hal-hazırda verdiyi ana rəng mənim üçün okeydir. Şriftim bəllidir, tipoqrafiyam bəllidir. İndi baxın, mən normalda sizdə UI kit bu formada olmalıdır. Aha, tipoqrafiya ayrı, rənglər ayrı, nə bilim, qeydlər ayrı. Amma hal-hazırda mən hamısı bir səhifədə eləyəcəm ki, burada görək. İndi başlayıram ilk öncə tipoqrafiyadan elə. Bunların üstünə başa salacağam. Mən birinin üstündə nümunə göstərəcəm, siz amma layihələrinizdə artıq hamısını da eləməlisiniz. Tutalım ki, gətirib bunu kopya qoyuram ki, bura bütöv versiyasına görəsiniz. Burada mənim şriftim Interdir. Mən buraya yazacağam Poppins. Bu hissəni qoya da bilərsiniz, qoymaya da bilərsiniz. Bunu develop üçün qoymuşam. Və burada qeyd eləmişəm nəyi? Yalnız web üçündür. Yəni bunun responsiv versiyası da var. Baxın, responsiv üçün şriftlər daha balaca olur. Yəni telefon ölçüsü webə görə çünki daha balaca olur. Ona görə qayıtdıq yenə bura. Deməli, biz nəyləri öyrənməliyik tipoqrafiyada stil öyrənməmişdən əvvəl? H1-dən H6-ya qədər bu o deməkdir ki, sizin başlıqlarınızda ana başlıqlar. Ana başlıqlar nədir? Qaydırıq dizayn hissəsinə. Aha. Ana başlıqlar, yəni baxın, bu başlıq. Buradakı bu başlıq. Məsələn, bu H1-dir. Bu görürsünüz başlıqda amma balacadır. H2-dir bu məsələ. Başa düşdünüz nə demək istəyirəm? Kartlarda başlığım var. Bu H3-dür. Bildiniz nə demək istəyirəm? Yəni ölçülər getdikcə balacalaşır. Deməli ölçülərimiz H1, H2, H3, H6-ya qədər gedir. Sonra H6 məsəl üçün ən balacadır. Mən orada istifadə eləməmişəm. Amma məsəl üçün ola bilər ki, başqa səhifədə istifadə eləmişəm. Siz nələrə diqqət eləmisiniz H1 barədə? Hər səhifədə çalışmalıyıq ki, bir dənə H1 olsun. SEO-ya görə. SEO da nədir? Sizin saytınızı artıq kodlanır, tutalım ki, qoyulur ha sayta, birinci sayta gedir. Həmin saytda önə çıxmasını köməkli eləyən şeylərdən biridir. H1, yəni hər səhifədə bir dənə H1 olmalıdır. Ondan sonra keçirik artıq stillərə. Mən stil necə eləyirəm? Tutalım ki, gəlin. Bir dəqiqə. Burada mən görürsüz, bura klikləyəndə bir stil çıxır quraqda. Display Web Large H1, düzdür? Mən bunları gəlin, stildən çıxardıram. Stildən çıxartmaq istəyirəm. Buradan qırdığım stili. Всё. Mənim stilim artıq yoxdur. Aha. Sonra bunu da qırıram. Və bunu da qırıram. Mən üstünü göstərəcəm sizə. Deməli, mən display large, yenə də deyirəm, deyə bilərsiniz ki, 64-ü hardan çıxartdınız? Bunu baxırsınız, artıq işlədikcə bilirsiniz ki, ən böyük 64 olsa mənim üçün kifayətdir. Dizayn eləyəndə tutuzdurursunuz da. 64 qoymuşam font size. Font size nə idi? Baxın bu. Font size 64-dür. Hə, 64-dür. Amma line height, yəni baxın, bu hissə 20-dir. Amma letter spacing-ə 0 vermişəm, ehtiyac yoxdur. Ora -1 verim, 1 verim. Burada mənim dizaynımda ehtiyac yoxdur. Nə edirəm? Buranı elədim 64, buranı da elədim 80. Və semi-bold eləmişəm. Niyə görə? Mənim başlıqlarımda, bu dizaynımda nazik heç nə olmayacaq. Yəni mənim regulara ehtiyacım, light'a ehtiyacım yoxdur. Amma elə dizaynlarımda var ki, mən onu hamısını düzmüşəm. Məsələn, gəlin bir dənəsini göstərdim ki, yəni o fərqi də görəsiniz. Bu daha böyük proyektdir. Ona görə mən tipoqrafiyanı fikir verin. Bu mənim H1-imdir. H1 burada mən qeyd eləmişəm HXXL, fərq eləmir. Yəni adlandırmışam bu formada. Bu amma H1 deməkdir. Baxın, fikir verin, mən normalda bir dənəsə sembol göstərdim, amma burada layihə böyük olduğu üçün regularda qoymuşam. Mediumda baxın ən sona black-ə qədər qoymuşam. Hamısını ayrı-ayrı stil eləmişəm. Və başlıq da qoymuşam ki, header XXL. Başa düşdük? İndi fikir verin, qayıdıram yenə əvvələ. Mən nə etdim bunu? Sembol elədim, stil nə edirəm? Əslində bu stili öyrətmişdim. Bura gəldim 4 nöqtəyə. Plusa bastım. İndi stildə nəyə diqqət edirsiniz? Mənim stildə bu dəqiqə nəyə maraqlıdır? Display style, düzdür? Başlıq bunu qoymuşam. Deməli, bu başlıq altında, bax, hamısında görürsünüz display var. Deməli, mənim ən başlığım, mənə lazım olan display sözüdür. Displaydan sonra bir dənə atıram nə? Slash. Bu slash bilirsiniz nə üçündür? Yəni, slashdan əvvəlki bir qrupdur, bir koloniyadır. Başa düşdünüz? Display, bastım. Large, H1. Gördünüz? Bu formada qoydum. T ilə də qoya bilərəm. Gəlin, hətta T ilə qoyaq. Display, large, H1. Description nə yazıram? 64-ə 80.
Bunu niyə yazıram? Siz sabahları bura 50 dənə stil eləyəndə adlar yadınıza düşməyəcək. Ölçünü amma sıra yadınıza düşəcək ki, mən 64 ölçüsü lazımdır. Всё, elədim stil. Display slash large h1. İndi gəlin bunu stil eləməyə. İndi fərqi daha yaxşı görəcəksiniz. Yenə eyni formada plusa bastım. Yenə display large h2. Düzdür? Gördünüz? İndi mən qırağa klikləyirəm. Fikir verin, baxın, display başlığı altına large 1 və large h2 oldu. Tutdunuz buranı. Bura qədər ki, məsələn, qaranlıq qaldı. Okey. İndi gəlin, bu üçüncünü ay eləmirəm də, keçirəm bura. Gəlirəm, bunu birinci öz köhnəni pozuram. Əvvəl eləyirəm. Nə edirəm? Bu dəfə bir display qoymuşam, düzdür? Bu dəfə headline eləyirəm. Headline slash, çünki bu dəfə istəyirəm ki, headline başlığı altında olsun. Large h4. Yenə description-ımı qoyuram. Description zəruri deyil. Yəni bunu qoya da bilərsiniz, qoymaya da. Amma mən həmişə qoyuram. Niyəsindən də birazdan göstərəcəm ki, daha rahatdır. İndi fikir verin. Bax, buranı da bağlayıram. Buranı da bağlayıram. Text styles, display açdım. Gördünüz, 2 dənə stilim var. Bağladım. Headline açdım. Bir dənə stilim var. Bağladım. Başa düşdünüz? Yəni artıq sizin özü fikir verin. Açanda görürsünüz, description-da sağda görsənir. Gəlin indi bunun son versiyasını sizə göstərdim. Fikir verin. Baxın, header açdım. Gördünüz, bütün ölçülər burada. Və mən nəsə dizaynıma nəsə axtarıram. Tutalım ki, gərək elə biz dizayn hissəsinə. Bir dəqiqə. Hə. Gəldim bura. Məsələn, mən bunu dəyişmək istəyirəm. Görürsünüz, burada şu qoymuşam. Deyirəm ki, 64 yox. Bir də mən axtarmalıyım ki, 48-ə nə ad qoymuşam. Burada yazıram 48. Gördünüz, 48-ə aid olan bütün stillərim çıxdı. Həm reguları, mediumu, sembol. Başa düşdünüz? Qutarda getdi. İndi mən burada sizə göstərdim nə üçün ancaq? Web üçün, düzdür? Əgər sizdə weblə mobil artıq ayrıdırsa, normalda nə etməliyəm? Mən display slash large h1 qoydum, düzdür? Çünki bir koloniya yığdı. Amma web varsa, web və mobil ayrıdırsa, web slash display slash large h1 qoyacaqdınız. Onların hamısı yığılacaqdı webin içində. Necə ki, burada fikir verin, webin içində damsı. Webi açdım və bütün tipoqrafiyam açıldı. Tutdunuz? Mən amma mobil eləyəndə mobil slash qoyacam, hamısı mobilin altında yığılacaq. Tutduq? Всё. Deməli, stildə eyni şəkildə bunların hamısını bir-bir ölçülərini qoyub stil eləyirəm. Başa düşdünüz? Qaranlıq nəsə qalan varmı? Kiməsə qaranlıq qalıb online'dan. Belə deyim Zərrinə xanım, qaranlıq bir şey qalmayıb, ancaq məsəl üçün bunu yenidən izləmək üçün adam girib baxmaq. Rekord alacağam. Mən də bir dənə keçən və qrupa yazmışdım. YouTube-da problem olmuşdu. YouTube-da yeni çıxıbmış ki, 1 saatdan çox video olanda yüklənmir. İndi mən burada bunu elə eləyəcəm ki, mənə yeni mail versinlər. Mən ondan açım, korporativ olsun. Korporativdə artıq mən videoları yerləşdirə biləcəm. Yaxşı, belə bir şey adı. Əvvəlkilərdə bunu da. Əvvəlki Deməli, bu hal-hazırda rekord olunur. Aha, bəli, olunur, rekord eləyirəm hal-hazırda. Olur. Çox sağ ol. Aha, buyurun, xoş. Aha. Zərrinə xanım, mənim bir sualım var idi. Deməli, siz orada ikincidə large yazdınız, ikincidə medium yazmalıydı. Səhvən oldu, yoxsa... Hansında medium yazmalıydım? Bir dənə baxaq. Hansı? İkidə, bunda düz deyirsiniz. Aha, medium olmalıydı. Düzdür. Gəlin də düzəldək. Aha. Gəlin, baxın, buradan düzəldək elə. Bax, normalda gəlin, bax, tam səhv elədiniz. Özdə mənim ən çox səhv elədiyim şeylərdən biri budur. Həmişə nəyəsə mediumu yerinə onu yazıram və yaxud da description-da səhvlik eləyirəm. Nə edirəm? Burada gəlirəm, bax, yenə də göstərirəm. Burada üstünə gələndə hover eləyəndə edit style var. Bunu large silirəm, medium eləyirəm. Bir dənə də bir şey deyim sizə. Bura heç buna diqqət eləməyim. Tutalım ki, mən, görürsünüz, burada normalda mən əvvəldə displayımda var idi, display slash medium idi. Niyə görə yoxdur? Çünki artıq o koloniyanın başıdır. Onunla birlikdə ki, orada bir problem yoxdur. Ona görə bunu medium olaraq belə düzəltdim. Yəni, belə şeylər olanda mütləq deyin ki, elə bilərsiniz ki, elə orada large olmalıdır. Aha, bu formada dediyim kimi stillərin hamısını bir-bir, yəni bunu durub nəyəsə plugin elə şey yoxdur. Hamısını bir-bir stil eləyirsiniz. Çünki stil sizin işinizi... Bəli, buyurun.
O birinci yazdığınız font stili bildim. Biz ikinci yazdığınız rəqəm var idi. Orada 80, 72. Onlar nə üçündür? Onları bilmədim. Aha, bunu deyirik 64. Bu nə üçündür? Düz başa düşdüm sualı. Bəli, onu soruşdum. Aha, baxın, yadınıza gəlir biz ilk dəfə stil keçəndə bura 64-dür font size. Bu isə line height-dır. Yadınıza gəlir demişdi, hətta bilmirəm ki, sual vermişdi line height. Line height nədir? Bundan əvvəlki sözlə, cümlə ilə olsun. Bundan sonraki cümlə arasında elə bir məsafə verir. Hətta demişdim ki, buranı auto saxlamayın. Auto həmişə qeyri-peşəkardır. Yadınıza gəlir demişdim 1.3-ə, 1.6-ya vurmalısınız. Məsələn 64. Hə, bildim. Sözlər arasındakı məsafə. Aha. Yenə də bax, məsəl üçün yenə yazıram, məsəl üçün yazdım belə. Bura yazıram, məsəl üçün 48. Bura necə hesablayıram? 48-i mən bu dəfə 1.6-ya vururam. Görək mənə uyğun olacaqmı? 48 vurulsun 1.6. Mən çoxu 1.3-ə vururam açığı. Aha, görürsünüz verdi mənə 76. Mənə görə headline-dırsa, yəni display head, yəni başlıqdırsa, ehtiyac yoxdur bu qədər böyüyə. Ona görə 1.3-ə vuraram. 1.3-ə vuranda artıq mənə uyğun rəqəm verəcək. Amma məsəl üçün siz bunu istifadə eləmək istəyirsiniz. 76.8 yerinə istifadə eləyin, məsəl üçün ya 80, ya 72, 76, yəni yuvarlayın. Yəni yaxına çox vaxt yuvarlayırlar 76-ya, amma cüt olsun da, yəni təkdə saxlamayın heç vaxt. Durub buranı 77 eləməyin. Okay. Line height deməli buydu. Bir də məsəl üçün şeyi də unutmayaq, spacingi. Çünki bəzi yerlərdə siz spacing də verməli olursunuz. Məsələn 14-dür, 24-dür. Ta ki mən spacingi artırıram. Spacing nədir? Artırdıqca hərflər arasındakı məsafə nəyinir? Artır. Və mən bunu eyni şəkildə mənfi də eləyə bilirəm. Bir də görürsünüz dizaynda lazım olur ki, məsəl üçün başlığı daha biraz fərqli eləmək istəyirəm, götürürəm, mənfi eləyirəm. Okay. Bunu da bu formada elədik. Stildən bir də məsəl üçün mən keçən stildə mən bilmədən belə bir səhv eləmişdim. Hətta bir dəqiqə harda eləmişdim o səhv elə burada eləmişdim. Onu da göstərdim ki, siz eləməyin. Deməli, tipoqrafiya stilində fikir verin. Aşağısı eləmişəm HidrXXL, bir də regular. Götürüb bunu bir yerdə stil eləmişəm. Bir yerdə stil eləyəndə də siz demə, bu aşağı, yəni mən diqqət eləməmişəm də, elə bilmişəm ki, bir dənə bunu eləmişəm. Diqqətsizliyin ucbatından təzən ki, stili təzən pozub təzən eləmişəm. Bunun hamısını yerdə seçəndə, axı burada görürsünüz belə böyük bir məsafə var. Yəni buna ayrı-ayrı şey eləməmişəm mən. Götürüb stil olanda da aşağı bir dənə mən hərf yazanda bu düşür bunun qədər aşağı. Yəni bu çalışın ki, stil eləyəndə bir dənə sözün üstündə stil eləyin. Başa düşürsünüz? Bir sətrin üstündə. Okay. Stil eləməyi bildik. Stilin son görüntüsü də bu formada olmalıdır. Sizin hansı şrifti istifadə elədiyiniz görünməlidir. Bunu qoymasanız da olar. Məsələn, mən qoymuşam ki, ümumi hərflərin görüntüsü üçün. Bir də məsəl üçün ilkin versiyada regular, medium, semi-bold və s. bunlarda necə görsənir onu qoymuşam. Bu da mən tamamilə öz estetikam üçündür. Bir də ki, məndən sonra gələn dizaynerin rahatlığı üçündür ki, görsün ki, necə görsənir Poppinsdə məsəl üçün black. Bir də ki, bu black-i də bilirik də, tutalım ki, gəldik bura, semi-bolddur, düzdür? Bold budur, extra bold budur, black budur. Çox vaxt bunlardan istifadə eləmirik bu ilk üçündən. Çox nadir hallarda olur ki, istifadə eləyirik. Əsasən regulardan başlayırıq, black-ə doğru daha çox istifadə olunandır. Okay. Tipoqrafiya barədə bir sual qaldı mı? Kimsə əl qaldırdı. Aha, buyurun. Zərnə xanım, mən soruşmaq istəyirdim. Siz orada Poppinsi göstərdiniz. Sadəcə Poppinsi eləmisiniz də, yəni başqa şriftlərimiz varsa onlar üçün də ayrıca belə bir belə deyək, artboard yaradıb onun içində eləməliyik, düzdür? Mütləq. Məsəl üçün, normalda interdir. Tutalım ki, əsasən çalışın ki, dizaynlarınızda bir şriftdən istifadə edin, səliqəli görsənsiniz. Amma elə dizayn var ki, məsələn, uşaq saytıdır, əyləncə saytıdır. Bunlarda 2, hətta 3 şriftdən də istifadə olunmağı sizdən istənə bilər. Hamısı üçün ayrı-ayrı stil yaradırsınız. Yəni ki, bunu eləyin, bunun üstünə o bunu eləyin, elə şey yoxdur. Ayrı-ayrı bu interdir, bir dənə də yaradırsınız. Yəni çox çətin bir şey deyil. Bir dənə də Poppins üçün eləyirsiniz, üstündə dəyişirsiniz. Qutardı getdi. Amma yenə də onları ən sonda stil eləyirsiniz. Bir də stil elədiniz, qutarda söhbəti yoxdur. Siz məsəl üçün gəlin bir dənə buradan bir dənə dizayn götürək. Ya da gəlmə edisindən götürək də buradan götürək. Götürdük bunu. Siz bunu stil eləyirsiniz. Bir də siz stili tətbiq eləməlisiniz. Məsəl üçün bu nədir? Bunu mən stil eləmişəm, bu stil qalıb. Nə edirsiniz? Stilə gəldiniz. Sizin bu nədir? Large H1. Bunu dəyişirsiniz bundan. Əgər dəyişsəz məsəl üçün bundan fikir verdiniz,
balacalaşdı. Niyə görə? Çünki mən seçdim headline 4-ü. Pixel 40-dır. Başa düşdünüz? Avtomatik buradan hamısı rahat dəyişirsiniz. Qutardı getdi. Yəni siz stil elədiniz, qutardı. Hə, burada öz istədiyimi yazım. Və yaxud da ki, burada çox vaxt nə edir dizayner? Hə, headline 1-də 64-ün 80-ədir. Götürür bunu da 64-ün 80-ə saxlayır. Elə şey yoxdur. Siz stil eləməlisiniz. Niyə görə? Develop eləyən şəxs girir buradan, buna klikləyir. Bura baxır ki, yəni display large H1 istifadə edib. Bu da əvvəlcən sizin bu şeyə baxıb, stili yığıb baxıb orada. Başa düşdünüz? Develop'un da öz şeyi var da səhifəsi. Orada kodlayıb H1-i görüb, onu atır ora, avtomatik kodlanır. Başa düşdünüz? Yəni o buradan baxır, kod deyir. Və yaxud bura gəlir, görür, hə bu nədir? Headline, web, small, nə bilim nə. Qutardı getdim. Aha. Bunu bildiniz ki, yəni tətbiq eləməkdə öyrəndik ki, tətbiq nə edirik? Adi tipoqrafiyanı yazdıq. Məsələn, mən bunu stildən çıxardıram, heç bir stilim yoxdur. Yazdım. Nə edirəm? Götürürəm buradan stilimi seçirəm ki, H4 olmalıdır. Məsələn, indi biz small eləməmişik deyə. Qutardı getdi. Okey. Bunu da bildik. Eyni şəkildə siz stili hər yerdə istifadə edirsiniz. Burada komponentlərinizin hamısı stil olmalıdır. Başa düşdünüz? Baxın, görürsünüz, button, nə bilim, buttonlarını istifadə eləmişəm. Okey, indi onları yavaş-yavaş keçəcək. Hələ onlar komponent hissəsidir. Tipoqrafiyanın stili və tətbiq etməsi barədə hər hansısa bir sual qaldı. Okey. Keçirik indi rəngə. Rəngdə işlər daha asandır. Tipoqrafiyaya nəzərəm. Mən nə edirəm? Məsəl üçün, mənim ana rəngim artıq burada var. Mən götürürəm, biz plugin öyrənmişdik. Command P-yə bastım. Color, Foundation Color. Kliklədim bura. Ayrı-ayrı da stil eləyə bilərsiniz, onu da öyrədəcəm. Amma hələ ki, məsəl üçün, bu daha rahatdır. Mən əsasən materialdan istifadə edirəm, çünki material həmişə mənim istədiyimi verir. Girdim bura, kliklədim bura, blue. İndi mən bunu qeyd edirəm, məsəl üçün, primary, məsələn deyirəm. Şimdi nədirsə, nə etsə, gördünüz, öz avtomatik olaraq düzəltdi. Sonra nə edirəm? Normalda biz tipoqrafiyada bir stil elədik də, düzdür. Bu isə hazır özü create style'a basıram, avtomatik stil oldu. Bir də mənə paletdə lazımdır axı. Paleti də özü verdi. Çıxdım buradan. Getdim bura. Paletim burada. Əla. Bir dəqiqə çıxın təzədən gəlin. Bir dəqiqə. Arada Figma belə eləyir. Haradadır bizim? Aha. Yox, bizim baxın. Bizim götürdüyümüz rəng həmişə 500-dür. Yəni həmişə çalışın ki, əsas rəngimiz 500-dür. Bu keçmişdik tint, nə biləm, məsəl üçün kölgə, üstünə qara rəng əlavə edirik, açıq rəng əlavə edirik. Fikir verin, bu açığa doğru gedir. 500-dən yuxarı isə tündə doğru gedir. Başa düşdünüz? Amma bizim əsas həmişə istifadə etdiyimiz rəng budur, 500. Amma bir də görürsünüz, daha tündünü istifadə eləməliyik, yəni bu paletdən istifadə edirik. Və mən qırağa klikləyirəm, fikir verin. Foundation idi axı bizim başlığımız. Foundationa basıram. Mən indi əvvəl sizə keçən və nəsə öyrədirdim, kimsə soruşmuşdu stil barədə. Ona görə oradan qalıb, indi bunu silərəm birazdan. Baxın, primary. Gördünüz, özü hazır stil elədi. Tipoqrafiyanı əlindən eləmişdim. Bunu isə hazır, özü elədi. Amma işdə şayət sən deyirsən ki, yox, mən özüm oturub bir stil eləyəcəm. Və yaxud da ki, məsələn, istədiyiniz rəngləri ala bilmirsiniz. Məsələn, məndə bir dəfə olmuşdu ki, istədiyim rəngləri mənə palet vermirdi, spesifik rənglər istəmişdi. Nə edirsiniz? Eyni şəkildə bastınız buna. Kliklədiniz. Özür istəyirəm. Kliklədiniz. Yenə plusa, eyni şeydir. Burada variable yox, style seçirsiniz, stil. Siz stilləri eləyirsiniz, variable hələ girişməyin. Ad qoyuram ki, primary. Baxın, burada da eyni şeydir, məntiq. Primary, məsələn deyirəm. İndi mən atıram ha burada. Primary, ya da gəlin belə eləyək də sizin tamamını. Web, primary, 500. Məsələn, bildiniz? Create style, qutardı getdi. Bu artıq, bunu bağlayayım. Gördünüz, web başlığı altına slash qoydum axı. Slashdan sonra bir dediyim ki, bir koloniyalı. 500'ün burada doldu. Başa düşdünüz? Okey. Rəng stillərində də eyni formada tətbiq edirsiniz. Gəldim yenə bura. Tətbiq eləmə mövzusuna. Hələ ki, bugün ancaq rəng bir də tipoqrafiyaya baxacağıq. Gəldim bura. Stili pozuram, köhnəmən əvvəlki edin. Gətirirəm, nə edirəm? Mənim öz stilim var. Və görürsünüz, burada rəng görsənir. Library, mənim kitabxanam. Düşünün bura, burada əvvəl sizin üçün nəsə yaratmışam oldu. Baxın, Foundation Primer 500. Mənim ana rəngim budur. Gördünüz, avtomatik dəyişdi. Eyni şəkildə siz tək buttonları və s. eləyəcəksiniz deyə bir şey yoxdur. Siz bütün nə görürsünüzsə arxa,
frame-lə tutmuş. Bax görürsüz burada arxaya nə vermişəm? Foundation white, white 503-dür. Yəni o da stildir. Hamısı stil edirsiniz. Və mən nə deyəcəkdim burada? Qaydaq bilinə burada. İndi fikir verin. Mən burada hər şeyim artıq stil olaraq düşür. Yəni də mən burada stil olmayan nəyimsə yoxdur. Bəzən ola bilər ki, gradient, bir dəqiqə kod vibe-a girək. Rəng olaraq gradientləri də bax fikir verin. Mən bir bunları eləmirəm. Primerini qoymuşam bura, düzdür. Bu bir yaxşı paletdir, posta yan-yana düzmüşəm. Sonra mən neutral colors qoymuşam. Neutral colorslar nədir? Boz rənglər, yəni qara, ağ, bunlar artıq bura düzürsünüz. Sonra success rənglər. Yəni ki, yaşlı rəng nədir? Uğurlu rənglər. Bu görürsünüz ki, hansısa bir şey çıxanda tutam ki, uğurlu bir şey pop-up açılır, yaşlı rəngdən istifadə edirsiniz. Nə yazmışam? Orada nizam işarəsi. Hə, bunu nə yazmışam? Bunu developer üçün və dizayn üçün qoymuşam ki, bunu harda istifadə eləmişəm? Niyə istifadə eləmişəm? Gözləyirəm ki, bunu ancaq mən pozitiv yerlərdə istifadə eləmişəm. Error-u harda istifadə eləmişəm? Error verən yerlərdə, bir də ki, hardakı mən artıq kimsə uyarmaq istəyirəm ki, bunu eləyirsən, əminsəm, deyirəm ki, orada istifadə eləmişəm. Bunu qoya da bilərəm, qoymaya da bilərəm. Prosta mən xoşum gəlir, qoymuşam. Bu da nədir? Warning. Bilirsiniz ki, məsəl üçün, hətta demişdim, tam ki, nəsə warning bildirəndə, bir də ki, nəsə tam ki, yoxlanılır, nə bilim nə, bu tip yerlərdə bundan istifadə olunur. Və gradientləri də eyni formada stil eləmişəm. Gradientləri necə stil eləmişəm? Çox rahat bir şəkildə tam bu gradienti götürək. Özü fikir verin. Gradienti qoymuşam ki, stil eləyəndə hansı rənglərdən istifadə eləmişəm? Başa düşdünüz? Gətirək bax bunu. Götürdük bunu. Gətirik bizim öz ocağımıza. Gətirəm bunu stil eləyirəm burada. Aha. Bunu birinci gəl öz stilim pozaq. Fikir verin. Nə edirəm? Yenə buradan plusa basıram. Style'dadır. Qoyuram nə? Web / gradients. Çünki bəzən primer başlıqda qoydum, bəzən neutral. Web gradients. Qoyuram nə? Tam ki mən bu gradient nədir? Purple-dır. Məsələn, mən çox gradient istifadə edirəm. Bu purple-ın gradientidir. Burada istədiyiniz description-u yaza bilərsiniz. Tam ki mən bunu stroke-da istifadə eləmişəm. Məsələn deyirəm. Mən amma rənglərdə çox vaxt qeyd eləmirəm. Create style elədi, qutardı, getdi. Düşdü. Eyni şey. Heç bir fərqlilik yoxdur. Rəngləri də, məsəl üçün, deyirsə ki, ayda, bu rəngdə nəsə o deyil. Yenə, gəldiniz bura, edit style, girirsiniz bura, görürsünüz, rəngləri deyəm ki, ayda, purple yox, mən qırmızı eləyəcəkdim. Məsələn deyirəm. Belə bir şey eləyəcəkdim, könlümdən bu keçir. Всё, qutardı, getdi. Başa düşdünüz? Yəni, style, rəng styleları və tipografiya styleları gözə qorxuducu gəlir, amma çox rahatdır. İndi artıq siz styleları öyrəndinizsə, rəng və tipografiya, bu o deməkdir ki, siz bundan sonraki bütün işlərinizdə bu iki dənə şeyi vurğulamalısınız. Bəs tək rəng və tipografiya mı stil elənir? Xeyr. Gələcək dərslərdə bugün iki dənəsini eləyirsiniz. İki dənəsini prosta dərk eləyirsiniz. Çünki indi rahat gələ bilər, hə, baxdım, okey, amma tətbiq eləyəndə biraz insan çətinlik çəkə bilir. Hal-hazırda Rəhman müəllim sizə task verib eləmək üçün. Dashboard yığırsınız, 2 səhifə. Gələn dərsimizə mütləq şəkildə artıq stylelardan istifadə edirsiniz. Başa düşdünüz? Demirəm day orada siz məsəl üçün də H1, H2-dən biraz bilirəm, biraz çətinlik çəkəcəksiniz. Ən azından rəng stillərinizi qoruyun. Aslında orada da, aha. Buyurun. Zərnə xanım, gələn həftə deyirsiniz ki, bu hazırladıqlarınızı biz də Yox, hazırlamırsınız. Sizə Rəhman müəllim task verib, dashboard hazırlayın. Aha. Hansı rənglərdən istifadə eləmisinizsə, rənglərinizi stil eləyin məsələn. Başa düşdünüz? Mən necə elədim stil, palet elədim, qoydum. Siz də Rəhman müəllimə deyin ki, Rəhman müəllim, biz stil keçmişik. Mən Rəhman müəllimə olsa deyəcəm ki, artıq onlar rəng və tipografiyanı keçiblər. O, məsəl üçün, siz elədiniz düzdür stil. O artıq deyəcək ki, məsəl üçün, Məhəmməd, bax, burada bunu səhv eləmsən. Rəng stilini burada düz 30 durmamısan, məsələn deyirəm. Nə bilim, tipografiya burada belə olmuyor. Bunlara yəni narahat olmuyor. Ona uyğun şəkildə eləyirsiniz ki, artıq siz, mən burada izah elədim, amma tətbiq eləmədən nəyin səhv, nəyin düz olduğunu tam tuta bilməyəcəksiniz. Ona görə artıq yeni verilən taskımızda 2 stili keçmişəm, 2 stili tətbiq eləyim. Okey, başa düşdük? Çox sağ olun. Aha. Mən bunu sizə hal-hazırda gəlin, bir dəqiqə, nümunə üçün çətin olanı yox. Bir dəqiqə, tipografiya. Bax, bunu mən sizə eksport edib atacağam. Ay, bu çətindir, bu yox, buna girişməyək. Bir dəqiqə.
Hətta gəlin indi eləyim, atım ki, bilirəm ki, yadımdan çıxacaq. Bunu eksport elədim. Mən bir dənə yazma salsız WhatsApp-dan atacağam. Şey. Okey. Deməli, bunu sizə atacağam. Bunu nümunə kimi özünüzə götürə bilərsiniz. Başa düşdünüz? İmeyində bunu eləyəcəksiniz deyə bir şey yoxdur. Bir vaxt görürsünüz öz işimdə 2 dənə işdir və bir-birlərinə bağlı işdirlər. Bunda tamam başqa tipoqrafiya yazmışam, bunda başqa bir stil yazmışam. Yəni ki, siz də öz işinizə uyğun eləyirsiniz. Və burada hamısını düzməyinizə ehtiyac yoxdur. Sizdə dashboard 2 səhifə düzdür. Ona görə balaca bir kit quracaqsınız. Qurtardı, getdi. Ondan sonra nə deyəcəkdim mən? Hə, qayda məsəl üçün bura. Deməli, color stil eləmişəm, tipoqrafiyanı, bir də grid stil eləmişəm. Grid artıq gələndə baxacağıq. Sonra isə artıq keçəcəyik ikonlara, logo, image isə bunlar ən asandır. Bunların üçü bir yerdə gedəcək. Necə soruşacağım? Bunlar ən rahat tapdığınız səhifələr hansılardır? Tabler. Tabler. Hə, Tablerdə demək ki, çox şey tapa bilirsiniz. Bir də plugin budur. Command P, Iconify. Bu çox əladır. Bir də Phaser icons var. Bu. Phaser, bir də Iconify. Amma ən belə modern tipoqrafiyalar burdadır. Üzr istəyirəm, ikonlar. Bir də məsəl üçün şeydən Figma Community-yə gəlirsiniz. Yazırsınız icon set. Görürsünüz nə qədər icon set çıxdı. Phaser icon dedi, sonra Phaser Iconify. Iconify belə yazılır. Sonra Tabler. Tablerdə. Amma Tablerdə ora gətirmirsiniz. Tablerdə nə edirsiniz? Gidirsiniz bura. Aha. Yazıram məsəl üçün search. Tablerin nəyin bəyənirəm onu deyim. Tam search yazdım, search çıxır. Bir də sizin bax size-ında rahat eləyə bilərəm. Rəngində burada dəyişib apara bilərəm. Bir də bir outline var. Baxın, yəni ki, kənarlı. Bir də fillet içi doludur. Görürsüz? İçi dolu fillet ikonlardır. İndi onları keçəcəyik. Bir də outline ikonlar var. İkonların isə bir çox növ var. Bax, indi hələlik üçün gələndə artıq diqqətlə gələcəm. Bir də məsəl üçün bu tabler özü streamline var. Sadəcə o məsəl üçün məndə korporativ idi o bir mailimdə. Ödənişsiz girib götürürdüm. Tabler özü də streamline-dan götürür. Oy. Aha. Buradan da ikonlar götürə bilirsiniz. Prosta hamısını yox, bəziləri ödənişlidir. Məsələn, buradan götürürsüz, kopya eləyirsiniz, tablerdə də elədir. Kopya eləyirsiniz, sonra gətirib Figma'da hardakı istifadə eləyirsiniz. Məsələn, burada istifadə eləyirsiniz, tutal. Hə. Komand verirsiniz, yapışdırırsınız, sonra gətirib qoyursunuz. Aha. Amma fikir verin. Burada image şəklində gətirdi. Çünki mən hal-hazırda korporativ mailimdə deyiləm. Amma tablerdə elə deyil. Tablerdə SVG. Burada da var ha, bəzilərini SVG kimi eləyə bilirsiniz. Baxın. İndi bu bilmirəm. Ha, görürsüz SVG bunda eləyəndə Pro-dur. Mən də PNG də ancaq SVG. Hə, SVG mütləq SVG götürün. Tablerdə amma SVG-dir. Məsələn, kopyaladım. Görürsüz SVG. Kopya SVG. Kopyaladım, çox rahat. Mən ən çox demək olar ki, tablerdən istifadə edirəm. Bir də özümün xüsusi şirkətin verdiyi icon setlər var ki, qrafik dizaynerlər hazırlayır. Bir dəqiqə ataq bura. Hardadır bizim yurdumuz? Hə, indi fikir verin. Görürsünüz, bu SVG-dir. Mən bu rəngini də dəyişirəm, nə bilim, hər şeydə ürəyim istəyən fason eləyirəm. Ara düşdünüz? Все. Hal-hazırda tipoqrafiya və rəngə aid qaranlıq qalan nəsə oldu sizə? Dəqiq. Heç kimin sualı yoxdur. Okey. Onda bugünkü dərsimiz bu qədər idi. Gələn dərs biraz uzun olacaq, ona hazırlıqlı olun. Çünki 3 dərsi bir yerdə keçəcəm. Dediyim kimi tipoqrafiya ilə rəng stilini artıq dizaynerizə tətbiq edirsiniz. Yaxşı? Aha, buyurun. Hüseyn bəy. Müəllimə, Aha, bəli, buyurun. videonu YouTube-a nə qədər tez yükləsəz o qədər yaxşı olur. İndi saxlayıram.